Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar. Bu günləri Azərbaycanlı youtuberləri çəkirəm bölümünün artıq 3-cü bölümüdür. Artıq mən 3 nəfər artıq çəkmişəm və keçən ildən çəkdiklərimi də bir daha yenidən işləyirəm dediyim kimi. Və ağır işlədiyimi bu dəfə də rəngli işləyirəm. Bunu deyim ki, həm mənim üçün bir challenge-dir, həm də deyirəm keçən ildən nə qədər fərq var. Bilirəm, özüm yəni bilirəm ki, mən bu illəri çox da portret işləməmişəm. İşləmişəm əslində, amma 2025 qədər çəkməmişəm. 2025-də takipçilərimi çəkirəm bölümündən 70 neçə nəfəri mən çəkmişəm. Hər gün 3-4 nəfər çəkirdim də. Əməli başlı portretdə izləyim, dəli kimi mi deyim, çox belə şey verirdim. Amma bu illər magistr və son ilim olduğuna görə o qədər də çəkməmişəm. Fərq cüzi qədər məncə ola bilər, amma yəni işi hələ yekunlaşdırmamışam. Dedim ki, mərhələli formada biz üçün danışım. Nuray Əlizadanın üz quruluşu olsun, yaşına görə və ümumiyyətlə necə portreti asan formada işləmək olar. Bunu deyim ki, uşaqlar, hər işin asanlığı, çətinliyi olur. Mənə çox sual verirlər ki, müəllimə, ən asan versiyası necə olur? Portreti mən necə oxşada bilərəm? Uşaqlar, bir dənə söz var, gözəl qəlbin aynasıdır sözü var. Məsələn, biz üzümüzdə müəyyən dəyişikliklər baş verir, amma əsasən gözlərdə cüzi dəyişikliklər baş verir. Bunun da fərqindəyik. Və əsasən gözləri oxşatmaya fikir verməlisiniz. Burun olsun, burunun düzgün yerləşdirilməsi olsun və sonradan gözlərə işlənilməsi olsun. Hal-hazırda da görürsünüz. Yəni mən ümumi komponovkanı edirəm. Komponovka elədikdən sonra, sərhədləri qoyduqdan sonra başlayıram ağız, burun, dodağı ümumi yerlərini qoymaya, sonra başlayıram oxşatmaya. Yəni uşağın sizin ən böyük probleminiz nədir uşaqlar? Siz birbaşa şəkil çəkərək onu oxşatmaya çalışırsınız. Dəfələrcə karandaş əlinizə götürürsünüz, pozursunuz, axırda ya vərəq korlanır, ya da deyirsən ki, mən bunu eləyə bilməyəcəm. Niyə öz vaxtımı itirirəm? Ona görə də ən böyük problem məhz budur. Bundan da əlavə üz quruluşunda görəcəksiniz, çox mənim saçlı masanın forması olsun, profil şəkli idi. Və mənim maraqlı olan özdə mən Nuray Əlizadanı çəkəndə 37.000 falan takipçisi vardı. Hal-hazırda isə yəni maşallah olsun 80.000-i ötüb. Afərin, inşallah bu yay 100.000 olarsa xeyirlisi. Mən həqiqətən az yaşlı uşaqların bu qədər məsələn YouTube-da aktivliyi falan olsun, çox mənə maraqlıdır. Yəni çox afərin deyirəm də. Yəni mən özüm məsələn dərs videoları falan bölüşürəm, amma dediyim kimi mən çox da YouTuber kateqoriyasına çox da girmirəm deyə o yolda gedirəm, amma çox da ona girmirəm. Ona görə uşaqlar deyirlər ki, müəllimə siz Azərbaycan YouTuberləri çəkirsiniz, bəs siz niyə özünüzü çəkmirsiniz? Yəni siz özünüzü çəkin. İnşallah uşaqlar bir gün, inşallah bir dənə 10.000 çəpərini bir dənə ötək. İnşallah ötdükdən sonra bəlkə özümə YouTuber gözləyirəm deməyim, YouTube çox sevirəm. Çox sevirəm. Ona görə o gözdən inşallah mən də bir gün özümü çəkəm. Bunu deyim ki, uşaqlar, mən heç vaxt avtoportretimi işləməmişəm. Bir rəssam olaraq avtoportretimi qətiyyən işləməmişəm. Avtoportret rəssamın özünü güzgü vasitəsilə, yəni özünü çəkməsinə avtoportret deyilir. Çəkməmişəm heç. Benim kimi ümumi işləyəndə mən həmişə komponovka elədikdən sonra, ümumi üz cizgilərini yerləşdirdikdən sonra ümumi eskizi qururum. Sonra çəkdiyim və çəkdiyim şəkildən çəkəcəyim şəkli yanbayan qoyub kollajlayıram uşaqlar. Sonra isə fasilə verirəm. Bunun ən böyük məsələn bəzi adamlar olur, fasiləsiz rəsm çəkməyə başlayırlar. Fasiləsiz rəsm çəkmək səhvlərini görməyə problem yaradacaq. Səhvlərini görməyəcəksən, deyəcəksən, ayda mən nə qəşəng çəkmişəm. Yox belə bir şey. Hər gün qəşəng çəkməmisən. Tənqidə biraz yanaşın özünüzə. Çox da şeyləməyin, ayda mən bunu bacarmayacağam, mən bunu çəkə bilməyəcəm. O düşüncə ilə oldu, sən uduzdun. Sən çəkə bilməyəcəksən. Zaten ilk bariyeri sən özünü qurmuş olursan. Ona görə biraz motivasiya da çox önəmlidir. Dəfələrcə məşq etmək çox önəmlidir. Hissələri çəkmək çox önəmlidir. Məsələn, mən gedib Nuray Əlizadanın üz, qaşın, burun, ağzının hissələrini çəkməmişəm. Mən zaten portret birinci dəfə çəkmədiyimə görə mən birbaşa onu çəkməyə başlamışam. Amma sən portret ilk dəfə çəkirsənsə, sənə ən böyük tövsiyəm hissələrini çək, yəni üz quruluşunda. Ağız, burun məşqləri et, sonradan o birbaşa o portreti başlamağını tövsiyə edirəm. Yəni ən böyük tövsiyəm odur sizə uşaqlar. Bir də damalama üsulu ki var, proqram vasitəsilə sizin şəklinizi hissələrə bölür və siz onu başlayırsınız vərəqdə o hissələri, damaları bölüb damalama işləmək. Mən onu heç işləməmişəm, yalan deməyim sizə. Bir dəfə yoxladım, gördüm, ayda mən bu damaları eləyənə qədər ömrümdən ömür getdi. Yəni xəttkeşlə çox işləməyi sevməyən bir insana. Ona görə dedim ki, mən akademik formada zaten özümü inkişaf elətdirirəm. Ona ehtiyac yoxdur, amma tövsiyə edənlər eləyir. Onun da faydaları var. Demirəm, qətiyyən damalama üsulunu istifadə etməyin. O belədir, pisliyən də deyirəm. Hər kəsin öz metodu var, hər kəsin öz yanaşması var. Kimə necə asandırsa o formada çəkir. Dediyim kimi bu formada və rəngləmə mərhələsində də gördüyünüz kimi mən ümumiyyətlə akvarel və quaş texnikasını birləşdirib. Yəni qarışıq texnikanı işləyirəm belə portretlərdə. Məsələn, sifariş olsun belə.
Amma universitetdə siz özünüz akademik dərsdə keçəndə akvaryat texnikası ilə, yəni texnikaları bir-birinə qarışdırmırsınız. Hər birini özünündə öyrənirsiniz. Sən öyrənməlisən ki, sonra onu qarışdırmayı bilərsən. Yəni onun şeyi belədir uşaqlar. Dedim ki, mərhəli formada elədim. Hissələrə böldüm, saçları olsun, ümumiyyətlə saçların forması çox qəşəngdir, gözləri, baxış tərzi falan. Bir də uşaqlar sizə bir dənə tövsiyəm odur ki, çalışın az yaşları çəkməyin. Səbəbi nədir? Çünki xarakter özəllikləri var, okey. Amma çox da oturmayıb. Ona görə siz onu tutmaya çalışmağınız belə özü bir əziyyət olacaq. Məsələn, sən yaşlı bir insanı çəkəndə daha asan çəkəcəksən. Çünki onun üzvləri tam aydın şəkildə görsənir, oturub da, yəni soft deyil. Sən avtomatik onun məsələn xarakter özəlliklərini tez bacar tutacaqsan. Bunun qaşı bitər olur, ağzı, burnu belə olur, qırışlar. Yəni daha asan olur. Yaşlı insanları çəkmək daha asan olur, nəinki ki, az yaşları çəkmək. Yəni onun da məsələn oxşada bilməməyinizin səbəbi odur. Məsələn bəzi uşaqlar var, mən nə qəşəng bunu işləmişəm, o birini çəkə bilmirəm. Çünki sən o birinin xarakterini tuta bilməmsən axı. Siz uşaqlar bir portretə baxanda məsələn Nuray Əlizadə xarakter özəlliklərindən nədir burada məsələn fotonun özündə? Daha diqqət çəkən hissə nədir? Saçlarının formasıdır, qaşlarının formasıdır, bir də təbəssümüdür. Gözlər də burada önəmlidir. Onları tutduqdan sonra onlara oxşaya bilirsənsə, avtomatik zaten hamısını çəkmiş olursan. O belə düz məntiqlə baxanda dediyim kimi tələsmə, axıcı, gözəl göstərmək istəyirsənsə ilk növbədə özünə tənqidi yanaşmağı öyrən. Çox da tənqidi yanaşıb özünü yıxıb sürməkdən danışmıram. Sadəcə fərqində ol. Çox da özünü aldatma. Ayda mən super çəkirəm falan. Mən məsələn bu portreti çox qısa formada çəkirəm. Məsələn eskiz sürəti ilə işləyirəm. Məsələn mən əgər bir sifariş qəbul edəndə onun üzərində günlərcə otururam. Amma bu kimi qısa, kiçik ölçülü təsvirlərdə isə sürətli çəkirəm. Məqsəd nədir? Mən gündə hər gün portret işlədiyimə görə onu da çatdırmaq məsələsi var. Ona görə sürətli formada işləyirəm və sürətli işləyəndə də avtomatik məsələn mənim məsələn elə vaxt olub, bir günə 2 portret işləmişəm, sifariş olaraq. Və onun sürətli işləməyimin səbəbi də məhz bu kiçik ölçülü təsvirlərdir. Yəni, nə qədər məşq etsən, bir qədər sürətli, daha asan çəkməyi öyrənəcəksən də. Yəni, bu dəfələrcə məşqin bir şeydir. Yəni, mən deyim, ayda bunu eləsəm bu olar, onu eləsəm bu olar. Bunun xüsusi bir formulu yoxdur. Formul odur ki, əziyyət, zəhmət olmalıdır. Yəni, 1% əgər bacarıqdırsa, 99% əziyyət, zəhmətdir həqiqətən. Ona görə zəhmət çəkib, əziyyət çəkib, öyrənmək istəyirsənsə, məni izləməyə davam et. Bunun kimi videolarına gəlməyi istəyirsənsə, kanala abunə olub, əgər videonu bəyəndirsənsə, like etməyi unutma. Digər videolarda görüşənədək və balaca rəssamlarım, sizin əl işlərinizə baxılan videosu da sabah gələcək. Üzr istəyirəm, əslində mən bugün atmaq istirdim. Nəsə alınmadı, dedim ki, heç olmasa portretlə bağlı küçük nüansları sizlə bölüşüm. Rəsm çəkməkdən vaz keçmə, çəkib yaratmaqdan vaz keçmə. Digər videolarda görüşənədək.